Könlümüz vətən, sözümüz vətən, fikrimiz vətən, zikrimiz vətən. Vətəndən sarı bizim işimiz, vətəndən sarı hər yer işimiz. Yolumuz da belə vətəndən keçir. Vətəndə gəzir, vətəndə yeyir, vətəndə içir. Vətəndə baxır, vətəndə görür. Vətəndə sevir, vətəndə seçir. Vətəndən başqa heç nəyi görmür. Vətəndən başqa heç nəyi duymur. Vətəndən başqa heç nəyə uymur. Bu dörd divarda bir hava əsir. Bir hava burada hər şeyi biçir, hər şeyi kəsir. O təhcə bir havadır. Vətən havası. Vətən havası. Salam əziz seyircilər, əziz soydaşlar. Bir daha xoş gördük sizi. Arzum budur, hər yerdə ki yaşayırsınız, xoş anlarla yaşayasınız. Biz də çalışırıq ki, o xoş anlarınıza daha bir xoşluq, gözəl Azərbaycan musiqiləri ilə qatılaq, bu xoş anları birgə yaşayaq. Bir quş qanad çalıb keçir sərhədi, uçub qanadlanmaq istəyir ürək. Baxıram, könlümdə o tay həsrəti, baxıram dərindən köks ötürərək. Fikrimdə o quş tək elə bu zaman
Uçur gah o yana, gah bu yana. Qəlbimdə deyirəm, salam bu taydan, salam o taydakı Azərbaycana. Əzlərim, hamınıza salamlarımı söyləyirəm. Bütün güneylilərə, quzeylilərə, bütün bu televiziya qabağında oturub bizi seyr eləyən bütün vətəndaşlarıma gözəl salamlarımı söyləyirəm. Bəli, bugün də gözəl bir gün yaşayacağıq. Həmişə olduğu kimi gözəl musiqilərdən ibarət. O musiqi ki, insan qəlbindəki, insan beynindəki təbii, qeyri-təbii düşüncələrimizi silib süpürəcək. O narahatçılığı içimizdən yox eləyəcək və içimizdə, beynimizdə, qəlbimizdə yeni hisslər yaradacaq. Bəli, bu gözəl hissləri yaratmaq üçün gözəl musiqiçiləri bura dəvət eləmişəm, əziz tamaşaçılar. İstəyərdim ilk öncə həmişə olduğu kimi Yanar bəy, gözəl musiqiçilərimizi tamaşaçılarla tanış eləmək. Dinlədiniz, gözəl səsli. Mən deyərdim ki, bülbül səsli. Elə bülbül kimi cəhcəh vururdu gözəl bəyimiz. Malik Həsənov. Əzizlərim, Malik bəy 2007 muğam müsabiqəsinin diplomantıdır. Yəqin ki, televiziya ekranında onu izləmişsiniz. Onun o gözəl səsinə qulaq asmışıq hamımızla birlikdə. Malik, xoş gəlmişsən əzizim. Çox sağ olun Həlimə xanım. Malik Həsənov. Çox xoşdur sizləri burada görmək. Bizim üçün də çox xoşdur Həlimə xanım. İlk öncə salamlayıram. Çox sağ olun. Və bu televiziyaya dəvət aldığım üçün də çox şadam. Bizə də çox xoşdur. Xoşdur, bəli. Sizi burada görmək, biz də çox sevirik. Təşəkkür edirəm, çox sağ olun. Gözəl bəyimizi də müşahidə eləyəcək gözəl bəylərimizi sizlərlə tanışdırmaq istəyirəm, əzizlərim. Əvvəlki proqramlarda da izləmişsiniz. O gözəl tarımızın səsini, atalarımızın dəyanətini, analarımızın həssaslığını duyuruq. O gözəl musiqi alətində, tar, müdrik musiqi alətində. Altay Miftəliyev onu cana gətirəcək o gözəl barmaqlarını. Çox xoş gəlmişsən Altay. Çox sağ olun. Biz də həmişəki kimi belə həvəslə, qürur hissi ilə bax bu kanal elə bil ki, biz üçün getdikcə doğmadır. Bizim üçün də doğmalaşır. Çox sağ olun bizi dəvət etdiyinizə görə. Sağ olasınız. Və Altay bəyin yanında da gözəl bir bəyimiz oturubdu. Əlbəttə o gözəl musiqi alətini, kaman musiqi alətini əlində daşıyır. Onu cana gətirir. Ürəklərimizi talan eləyən, füsunkar, sehirkar musiqi alətidir. Mən deyərdim kaman. Onu ifa eləyəcək Araz Ağaverdiyev. Araz, xoş gəlmişsən əzizim siz. Çox xoşdur sizləri bir yerdə görmək. İstəyərdim yenə gözəl bir musiqi alaq. Sakit olsun, oy sakit olsun ürəyim. Biraz da sen beni sev. Sakit olsun, qoy sakit olsun ürəyim. Aman aman güldaş, ceyran balam güldaş. Anan icazə versən, sən mənimlə gəl, sən mənimlə güldaş. Anan icazə versən, sən mənimlə yar, sən mənimlə güldaş. Anan icazə versən, sən mənimlə yar, sən mənimlə güldaş.
Gel gel deyə hüzründən kaman təkmələdim mən. Gel gel deyə hüzründən kaman təkmələdim mən. Bir ömrü sənin eşqinə qurban elədim mən. Asudə tifildim, nə qəmim vardı, nə dərdim. Dərdimlə sənin gözlərini sürmələdim mən. Ay aman, ey əzim, ey əzim, ay. Sevda dolu bir çiçəyəm, ürəyində bitir məni. İlqarına dönük çıxsam, həmişəlik itir məni. Könlüm bahar, gözüm bahar, başqa yerdə axtarma bar. Hər sözümdə bir məna var. Oxu sətir sətir məni. Yandır məni, yandır oda. Qoy eşqinlə gedim bada. Heyran etməz bu dünyada ətrincə bir ətir məni. Maral kimi elə baxdın, İlhamıma qanad taxdın. Daha bəsdir oda yaxdın, vüsalına yetir məni. Ay dodağı, dili şəkər, nə nazım var, rasim çəkər. Həsrətindən ölsəm əgər, barı özün ötür məni. Həsrətindən ölsəm əgər, barı özün ötür məni. Hissim mənə gəl gəl dedi, əqlim dedi get get. Hissim mənə gəl gəl dedi, əqlim dedi get get. Bu qanlı döyüşdə mənə imdad dilədim mən. Eşqimdə qaxınc aldı mənim başıma hər gün. Eşqimdə qaxınc aldı mənim başıma hər gün. Bir eşqin ucundan nə qədər tənə yedim mən. Öz hissini dusta gələyən, öz hissini dusta gələyən bəxtiyar olmaz. Öz eşqimən, öz könlümü zindan elədim mən. Ay canım, ayım, ay canım, ay. Sevməli, ay sevməli, ay tanam indir məni. Sevməli, ay sevməli, ay tanam indir məni. Apar eşqin bağına, doyunca dindir məni. Hər pərverdigar pərdəçiyəm mən. Hər pərverdigar pərdəçiyəm mən. Əlini
nəsiyəmən Əlini ver əlimə gör nəsiyəmən Eşqin bağı həm-həmə, çayın iki qoydum dəmə Eşqin bağı həm-həmə, çayın iki qoydum dəmə Könlüm həsrət qalıbdır, bir sənin tək həmdəmə Pər, pər, pərverdigar, pərdə dalında Pər, pər, pərverdigar, pərdə dalında Əlini ver əlimə eşqin bağında 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 Yaşa. Çox sağ olun. Çox var olasınız. Əlimə xanım, Maliş bəyin səsində Görünsünüz. bir yanıqlıq var. Əl onu uzun havanında oxuyurdu, o yanıqlıq. Yanar bəy, Qəşəng göstərirdi özün. hansısa bir səsinizə sənətkara sağlıq. nəfəsində, hansısa bir sənətkara oxşarlıq hiss elədiniz? Mən elə o zehnimdən keçirdi. İttifaqən axşam da qulaq asırdım. Bəlkə də mənə o gəldi. Soyadı xatırımda dəyir. Səhv eləməsəm ki, soyadı Mənsurdur. Biraz Məsumun səsini oxşatmışsınız yəqin. Məsum bəyin. Mənsur. Mənsur. Mənsurdur. Mənsum. Bəlkə də Mən ancaq çox oxşatdım Səxavət Məmmədovun. Allah rəhmət eləsin, yeri cənnət olsun deyirəm. Çox böyük sənətkarımız idi Səxavət Məmmədov. Hardasa nəfəsinizdə onun nəfəsini hiss elədim. Onun o musiqilərinizdə qohumluğunuz yoxdur ki? Qohumluğum yoxdur, bilirsiniz Həlimə xanım. Hər bir insan, hər bir sənətə həvəs göstərən insan, deyək ki, xanəndə. Bəli. Kiçik yaşlarından hansısa bir sənətkarı Bəli, elə sual təqlid verəcəkdim edir. mən. Mən də elə Sevdiyiniz- rəhmətli, Allah rəhmət eləsin, Səxavət Məmmədovun elə deyək, izinə düşdüm, pərəstişkarlıq elədim. Ta o gün, bugün. Yəqin ki, ondandır. Yəni, çox Nə qədər? Qohumluğa da çevrilib. Hətta o qədər çox pərəstişə İstəkdən. istək olub ki, sevgi olub ki, hətta qohumluğa da. Yəni çox gözəl bir bənzətmədir Altay. Çox gözəl bənzətmədir. Çox gözəl, çox var olasınız deyirəm. Çox sağ olun. Deməli elə çıxır ki, sevdiyiniz sənət, elə mən o sualı verəcəydim. Yəni ümumiyyətlə insan, hər bir insan bu sənətə gələndə kimlərinsə pərəstişkarı olur, təbii. Düz. Əlbəttə bir dənə də yox, bir neçə sənətkar. Özü vaxt keçdikcə o dəyişə də bilir. Sizdə necə? Yoxsa dəyişmir? Onu zaman göstərər. Kirahatı yox. Yox, zaman Hələ göstərər. dəyişməyib. Çox olsun. Yox, belə xanəndələrimizə qulaq asıram, amma olsun ki, ona o qədər, o dərəcədə qulaq asmışam ki mən. Yəqin ki, Bir də ruhunuzda da onların bir hopub- ona Təbii ki, yaxınlaşır. yaxındır da, ruhlar yaxındır da. Ruhunuzda da yaxın. Çox gözəl, çox var olasınız deyirəm. İnanırsınız Həlimə xanım, bir şey deyim, bir balaca Buyurun, nüansı. Mən orta məktəbdə oxuyurdum. Səsini eşitmişdim, amma özünü görməmişdim. Səxavət. Yəni, həlliyyətdən heç bir şəklini görməmişdim. Amma o qədər vurğun idim ki səsinə. O insanı gözümə qabağına təsəvvür eləyə bilmirdim. Deməli, dərsdən gəlirdim, az gəlir, uşaq olursan, dərsdən gələndə az olursan da. Gəlib kaseti qoydum, elə bir ki, o ruhumda olan ağırlıq, acılıq hamısı getdi. gedirdi. Çox gözəl. Əvvəl ruhun xörəyin yedidirdin, sonra Bəli, Sonra- ruhumuzun qidası olan Oradan- həqiqətən də musiqidir. Musiqidir. Ən çox da o musiqinin içində də sizin sevdiyiniz sənətkarın səsini eşitmək sizə əlbəttə bir ruh vermişdi, bir qida vermişdi. Çox gözəl. Sizə istərdim bir başqa, yəni bildik ki, sevdiyiniz sənətkar, ancaq sevdiyiniz səs nə səsidir bəs həyatda? Məsələn, ən sevdiyiniz səs təbiətdə, ümumiyyətlə həyatda fərq eləməz. Vallahi Bu belə hər nə səsi olur olsun, azan insan səsi. səsi, Azan Azan. səsi. Azan səsi. azan səsi. Azan o. Çox gözəl. Çox var olasınız deyirəm. Necəsiz? Yanar bəy, içinizdən bir söz, sual, yəni bəyimizlə daha içdən tanış oluruq, yaxından Mən tanış oluruq. həqiqətən o yanıqlıq belə yapışdı mənə. Ha, mən o yanıq səsləri ürəyimə yatardı. Hə. Ona görə istərdim ki, elə siz demişkən verilişin o formatına da çevrilibdi. Nə gözəl. Musiqisiz
ya indi bir bitki uzun Sevdiyiniz. hava, ya Böyük məmnuniyyət. Nə ürəyiniz istəyirsin? ritmiş bir şey, amma musiqisiz bitki, hə. Nə qədər gözəl olsun. Qarabağ yaldı yaman Qarabağ yaldı yağır Sinəmizə çəkdi dağ Qalxaq Azərbaycan Azad elə Qarabağı O günü gözləyək. Oradan sağ ol. Çox Yaşa. sağ olun. O günü gözləyək. Torpaqlarımız azad olsun. Amin, Biz də daha inşallah. xoş, daha təravətli, gözəl günlər keçirək. Mən bir dənə də sual vermək istəyərdim. Səxavət bəy Qarabağlıdır. Siz haralısınız? Kəlbəcər. Siz də Kəlbəcərli. O dağın sularından içmisiniz deməli. O 8 gözəl yaşım kimi. sularından. 8 yaşım var idi mənim gələndə. Olsun. Yanar bəy. İnşallah bir də qayıdarsınız Amin, bu inşallah. torpaqlara. İnşallah O hamımızın günü gözləyirik. arzusudur. Qarabağ elə bir anamdır mənim. Anamın ruhunu orada görmüşəm. Olar inşallah. Olacaq. İnşallah. Yenə istəyirəm sözü yenə gözəl bir musiqiyə verək. Təbii bir Sonra- musiqi eşidək. Ay şöhretim, şanım benim Hala perişanım benim Ay şöhretim, şanım benim Hala perişanım benim Küsüp məndən özgələrdən Məni soruşanam mənim Küsüp məndən özgələrdən Məni soruşanam mənim Səndən məndən mərəm Güneş söner mən sönmərəm Güneş söner mən sönmərəm Eşqin tamam neşəsi divanəlikdədir balam Eşqin tamam neşəsi divanəlikdədir Meyxanənin məlahət məstanəlikdədir aman Sahillərinə yarifin almaz əlaqəsiv Hal əhlinin təkamül fərzanəlikdədir Lal xəyalı könlümə dalsa əcəb deyil Ey aman Lal xəyalı könlümə dalsa əcəb deyil Gizli xəzinənin çoxu viranəlikdədir Haydadır bir dadam
Çox sağ olun. Əllərinizə Çox sağlıq. var olun. Araz bəy, Çox Alfə sağ bəy, olun. sağ olun. Malik bəy, çox var olasınız Hamınız deyirəm. yaşayasınız, çox sağ olun. Doğrudan yaşadıq. Yanar bəy, indi deməyəcəm rəngimizi, deyəcəm aba havamızı. Həmişə deyən rəngimizi Tamam, dəyişək deyibsiz ki. İstəyirəm biraz bu gözəl musiqilərdən sonra sizə söz verək. Aba havamız daha da gözəlləşsin. Yaşayasınız. Nə ifa eləyəcəksiniz? Gedirəm dağlara cinkilti salam. Bəh, 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 gedək. Gedək Daşların dağlara. qopardam, başına çalam. Gedirəm dağların sinəsini sökəm. Dağlardan yaşayış, haqqımı alam. Gözəl. Gedək haqqımızı alaq. Gedirəm dağlara zinkilti salam. Gedirəm dağlara zinkilti salam. Daşların qopardam, başına çalam. Daşların qopardam, başına çalam. Gedirəm dağların sinəsin sökəm. Gedirəm dağların sinəsin sökəm. Dağlarda yaşayış haqqımı alam. Dağlarda yaşayış haqqımı alam. Dağlarda yaşayış haqqımı alam. Gedirəm çağnadan o tayı bu tayı. Səsləyəm Babəki gələ Oxtayı. Gedirəm çağnadan o tayı bu tayı. Səsləyəm Babəki gələ Oxtayı. Dayan Ahmacılan ay Araz çayı. Dayan Ahmacılan ay Araz çayı. Mən Səmədin qanın alan qartalam. Mən Səmədin qanın alan qartalam. Mən Səmədin qanın alan qartalam. Bir qələm ver mənə səmədlər təkin. Bir qələm ver mənə səmədlər təkin. Qoluna qol verəm ulu Babəkin. Qoluna qol verəm ulu Babəkin. Mən qarqa deyiləm, məndən əl çəkin. Mən qarqa deyiləm, məndən əl çəkin. Qartalam gedirəm zirvədə qalam. Qartalam gedirəm zirvədə qalam. Qartalam gedirəm zirvədə qalam. Mən qarqa deyiləm, məndən əl çəkin. Mən qarqa deyiləm, məndən əl çəkin. Qartalam gedirəm zirvədə qalam. Qartalam gedirəm zirvədə qalam. Qartalam gedirəm zirvədə qalam. Gedirəm elimin haqqını alam. Çox sağ olun. Yaşa, çox sağ olun. Coşqu ilə, Var çox gözəl bir yaşayasınız. enerji ilə
Çox sağ olun. Çox sağ olun. Yaşayın Əlbəttə o sizi. içinizin ehtiyacıdır. Musiqi öz yerində, içimizdən doğan əlbəttə. Sözləri Ustad Huşəyn Cəfərdən idi. Əlləri ağrımasın, buradan öz salamlarımı çatdırıram. Musiqi də sizin olun. Sözləri bəli Ustad Cəfərdən, musiqisi məndən idi. Çox gözəl, çox sağ olasınız deyirəm. Ənar bəy. Çox sağ olun. Ağzınıza sağlıq. Necə deyim də, bizdə Güneydə musiqimiz yavaş-yavaş da belə mübarizə bir musiqisinə çevrilir və bəlkə bu durumda elə yararlıdır. Çox lazımlıdır. Ümumiyyətlə, insanın içində mübariz, ümumiyyətlə, hisslər olmalıdır. Hansısa bir vəziyyətdə də əlbəttə biz onu üzə çıxarmaq üçün həm musiqimizdə, həm şeirimizdə, həm də özümüzdə. Belə də olmalı. Sağ olasınız deyirəm. Necəsiz? Çox yaxşı. Musiqi bizə aparıb. Maşallah olsun. Nə gözəl. Hara aparıb? Belə coşqulu bilib. Necə deyim? İstəyərəm ora aparıbsa, davam eləyək. Nə qədər gözəl. Çox sağ ol Altay. O apardığı yerdən olsun mu? Elə biz də arxasınıza gedək. Tamam.
Ay Göğünüzdə qızıl günəş, köksünüzdə rahat nəfəs, çevrənizdə el, ailə, arxanızda dost olsun. Evlərinizdə birlik, süfrənizdə bərəkət, ocağınızda hərarət, əllərinizdə dostluq olsun. Üzünüzdə sevinç, sözünüzdə cəsarət, yolunuzda uğur, həyatınızda əmniyyət, bağçanızda gül, çiçək, başımızda vətən havası olsun. Dilinizdə məhəbbət, ürəyinizdə ümid, gözlərinizdə həyat, başınızda, başımızda vətən vətən havası olsun. havası olsun. Sağ olun əzizlərim. Gələn görüşlərə dək. Sağ qalın, sağ yaşayın.